İmam Hüseyin nə dedi? Dedi, sizin dininiz yoxdur. Dindar deyilsiniz. Onda kişi olun, onda azad olun. Onda azad olun. Siz kiminsə sözü ilə gəlmisiniz, mənim qanımı tökürsünüz. Niyə halal eləyirsiniz mənim qanımı? Niyə tökürsünüz mənim qanımı? Mən pis adamam, sizə pislik eləmişəm. Mən sizi nəyə dəvət edirəm? Mən sizə deyirəm ki, insan kimi yaşayın. Görmürsüz, namusunuz əldən gedir. İmam Hüseyin onlara deyirdi. Deyirdi, görmürsüz, cinayət eləyir, gündə bir cinayət eləyir. Görmürsüz, Yezidə əxlaqsızlığı yayır. Görmürsüz, siz haramı yayır. Görmürsüz, dindən əsər əlamət qalmayıb. Şəriət qanunları tapdalanır. Allahın qanunları dəyişdirilir. Neynəmişdi Muaviyə? Yığmışdı o rüşvətxor alimləri, onlar gəlmişdilər, onlara puldan verirdi, qarınların böyüdürdülər, yiyirdilər Beytülmaldan, yiyirdilər cəmaatın pulun, başlayırdılar din adı altında fətvalar verməyə. Muaviyə bunu yığmışdı. İmam buyurdu, görmürsüz, din əldən gedir, təhrif olunur, Peyğəmbərin dinindən əsər əlamət qalmayıb. Siz müsəlman deyilsiniz, siz müsəlman iddiası ilə gəlmişsiniz, siz gəlmişsiniz, deyirsiniz, biz müsəlmanıq. Baxın, görün, sizdə müsəlmanlıqdan əsər əlamət var ya yoxdur?